güzgüdə əksimi sevirəm. Çox sevirəm. Səmimi etiraf edim ki, həmişə öz bəzək düzəyimə vaxt ayırmışam. Lap uşaqlıqdan. Mən çox fərqli fəxriyyələrəm. Amma mən deyərdim ki, biz bir dənə Fəxriyə Xələfova tanıyırıq. Nə yaxşı. Və illər uzundur da o Fəxriyə Xələfova bizim gözümüzdə. Bunu təzə eşitmişəm ki, Vişnyovkada bağım var. İstəyərdim. Eşitmişəm ki, çox gözəl yerdir, amma olmamışam. Bir dəfə də olmamışam. Eşidirəm, mənə qulağıma çatır. Mənim adımın yanında bir başqa insanın adı çəkilir. Bu tamamilə yalandır. Mən özüm haqqında çox nadirən, məsəl üçün, müsahibə verərəm. Bugün hamı dəbdən danışır. Bəli. Hamı dəbli olub. Bəli, indi dəb anlayışı, dəb sözü özü dəbə düşübdür və hər kəs çalışır ki, bir fikir ortaya qoysun. Dəbdən bugün çox danışılır, çox yəni ki, analiz edilir və çox sayda insan dəb haqqında danışır. Bir tərəfdən bu müsbətdir, amma digər tərəfdən düşünürəm ki, dəb haqqında danışmaq o qədər də asan məsələ deyil. Ona görə ki, dəb haqqında peşəkar danışmalıdır və dəb haqqında peşəkar danışanda, yəni auditoriyanı, tamaşaçını, dinləyicini çaşdırmır. Amma peşəkarlıq məsəl üçün səviyyəsi aşağı olsa, onda o ekspert, yəni özünü ekspert sayan insan auditoriyanı təbii ki, çaşdıra bilər. Hərdən mən görürəm ki, çox yanlış istiqamətlər, məsəl üçün, hansısa bir çox açıq-saçıq geyimlər, yəni hardasa bizim auditoriyaya göstərmək üçün yaraşmayan geyimlər dəb kimi təqdim olunurlar. Deyirlər ki, bu dəbdir, amma bu elə deyil. Bu dəb deyil. Fəxriyə xanım, hər peşəkar dəbli ola bilərmi? Dəb peşəkarı, mütəxəssisi, modelyer, stilist, o peşəkar olmalıdır. Bilirsiniz, başqa peşələr var. Orada, məsəl üçün, mən hər zaman müqayisə edirəm. Məsəl üçün, başqa peşənin yiyələri. Onlar peşəkar olmasa nə olar? Məsəl üçün, çörək bişirən mütəxəssis. Mütəxəssis olmasa o çörək sizcə dadlı olar? Yox. Mən hər zaman deyirəm, modelyer də peşədir və o işin peşəkarı olmalıdır. Moda da dəb çox belə göründüyü qədər belə asan başa gələn bir proses deyil. Məsəl üçün, tanınmış moda əfsanəsi Paco Rabanne deyirdi, moda oyuncaq deyil, moda yaradıcı bir oyundur. Amma gəlin razılaşaq ki, o özünü zövqlü sayanların da çoxları zövqsüzlərdir. Kreativ bir görünüş, avangard bir görünüş məsəl üçün təqdim edirlər və deyirlər ki, bu zövqdür. Amma auditoriya baxır, hərdən gülür, hərdən təəccüblənir. Əsl zövq heyran edici olmalıdır. Yəni, zövqlü bir görünüş, stil baxımından, geyim baxımından onun açıqlaması elədir. O heyran edici olmalıdır, o cazibədar olmalıdır. Bu xanıma aiddirsə, bəyə aiddirsə çox elegant olmalıdır. Amma görürəm ki, hərdən, məsəl üçün, hansısa bir görünüş, hardasa bəlkə media tərəfindən, yəni süjeti hazırlayan, məsəl üçün, komanda tərəfindən çox təriflənir, çox zövqlü kimi təqdim olunur, amma əslində elə olmur. Ümumiyyətlə, dəb və zövq eynidirmi, yoxsa? Dəb əlçatan bir prosesdir. Sənin bir maddi bir büdcən varsa, sən dəbli geyimləri alırsan, giyirsən, olursan dəbli. Amma zövq, sən öz stilini yaradırsan, o stil çox qeyri-adi olur, o stil təəccübləndirir hardasa auditoriyanı, tamaşaçıları və çox bəyənilən bir variant olmalıdır. Yəni, auditoriyanın çoxu bəyənməlidir ki, sən zövqlü hesab olunasan. Fəxriyə Xələfova necə oldu modelyer olmaq qərarına gəldi? Necə oldu ki, dəb mütəxəssisinə çevrildi? Bu, bilirsiniz, bugün deyə bilərəm ki, çox uzun bir yol keçdim, çoxlu maneələri
dəf etdim. Çox çətin oldu ilk əvvəl illərdə, amma illər keçdikcə mən də hər yeni mərhələyə keçdikcə və hər mərhələdə bir uğur qazandıqca təbii ki, geriyə dönəndə düşünürəm ki, dedim ki, özümə deyirəm ki, bəli, sən bu işin peşəkarısan, sən bu işin mütəxəssisisən. Ona görə ki, elə olub ki, mən ilk mərhələlərdən, ilk addımlardan uğur qazana bildim, uğur qazandım. Təbii ki, hər şey gənclik illərindən başlayır. Ümumiyyətcə, qazandığımız uğurlar hansısa bir istiqamətdə bu gənclik xəyallarımızdır. Gənclik illərində sən arzu edirsən, xəyal edirsən və o istiqamətə doğru gedirsən və təbii ki, uğur qazananda deyirsən ki, nə gözəl ki, mən hansısa bir arzumu həyata keçirtdim. Mən orta məktəbdə oxuyanda bir jurnalda, təbii ki, mən o zaman rus dilində oxuyurdum, rus sektorunda və o vaxt nəşr olunan jurnalların birində mən Christian Dior haqqında məqalə oxudum və modelyer nədir, peşə nədir, modelyerin sənət yolu və yaradıcılığı nədir? O məqaləni oxuyandan sonra belə bir fikir yarandı məndə ki, mən də bu peşənin sahibi olmaq istəyirəm. Amma o vaxt moda ümumiyyətcə bir fenomen kimi, bir kütləvi proses kimi yox dərəcəsində idi. Azərbaycanda tədris olunmurdu. Siz ilk moda mütəxəssisisiniz, səhv etmirəmsə. Bəli, peşəkar, yəni diplom əldə edən və ilk peşəkar moda nümayişini təşkil edən və ictimaiyyətə təqdim edən, yəni qaydalara görə. Fəxriyə xanım, ilk olmaq necə hissdir? Onda mən bu haqda düşünmürdüm. Mən sadəcə fikirləşirdim ki, mən arzumu reallaşdırmışam. Bu mənim arzum idi və arzumu reallaşdırmışam. İllər keçəndən sonra və artıq zaman mənim yəni ki, yaradıcılığımı zaman kəsiyində, yəni bu hansısa bir mərhələlərdən sonra yaradıcılığım təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarında, kənarda da öz təsdiqini tapanda mən onda anladım ki, mən artıq bu işin çox-çox böyük mütəxəssisinə çevrildim. Və mən hər zaman yaradıcılığımı böyük tamaşaçı auditoriyasına təqdim etmişəm. Təqdimatlarım hər zaman çox böyük zallarda olubdu, çox kütləvi olubdu, müxtəlif ölkələrdə olubdu, moda paytaxtı Parisdə olubdu və mən ilk modelyeram ki, Parisdə kolleksiyamı göstərdim. Bir çox ümumdünya sərgilərində mən təqdim etmişəm kolleksiyalarımı. Yaponiyada, Misirdə, bu ümumdünya sərgiləri idi, Almaniyada. Bir çox festivallarda iştirak etmişəm. Beynəlxalq Avropa festivallarının qalibi olmuşam. Bu artıq bütün Avropaya yayımlanan bir festival idi və o nailiyyətləri əldə edəndən sonra mən təbii ki, onda sadəcə dərk elədim ki, mən hardasa, hansısa mənada yəni arzumdan irəli gələn ideyadan bir prosesə təkan verdim və Azərbaycanda modanın inkişafında böyük bir rolum oldu. Fəxriyə xanım, siz də uşaqlıqda arzulayırdınız ki, modelyer olacaqsınız, kuklalara geyimlər tikirdiniz. Yoxsa ağlınıza belə gəlmirdi ki, nə vaxtsa məşhur modelyer Fəxriyə Xələfova olacaqsınız? Uşaqlıqdan mən sizə bir səmimi etiraf edim ki, kuklalara deyil, həmişə öz bəzək düzəyimə yəni vaxt ayırmışam, lap uşaqlıqdan. Məni güzgün yanından ayırmaq çox çətindir, indi də elədir. Doğrudanmı? Sevirsinizmi güzgüyə baxmağı? Çox. Bəlkə hesablasam, yəni vaxtı hansını ki, mən güzgünün aynanın önündə keçirtmişəm, bəlkə bu həyatımın yarısını aynanın önündə keçirtmişəm, yarısını digər işlərimə sərf etmişəm. Amma Fəxriyə xanım, deyirlər ki,
güzgü qarşısında çox olan insanlar özünə vurğun insanlardır. Güzgüdə əksimi sevirəm. Çox sevirəm. Biz də sizi sevirik. Çox sağ olun. Bilmirəm, mənim yəqin ki, güzgü ilə öz dialoqum var, amma əksimi sevməsəydim bu qədər baxmazdım. Fəxriyə Xələfova özündə sevdiyi xüsusiyyət. Bax, o xasiyyətiniz ki, o sizə zövq verir ki, nə yaxşı ki, bu xasiyyət məndə var. Xasiyyətimdən çox razıyam. Şükürlər olsun ki, psixoloqlar da deyirlər ki, yaxşı xasiyyət bu bir insan üçün böyük bir hədiyyədir. Mən də şükürlər olsun ki, bu xasiyyətdə malikəm. Ona görə rəhmətli atam da, anam da çox yaxşı xasiyyətli insanlar idi. İkisi də çox anlayışlı, çox mədəni, intellektual və çox mərhəmətli. Anam çox humanist idi hətta. Humanist ruhlu insan idi. Atam o qədər mərhəmətli insan idi, o qədər yaxşılıq edən insan idi. Yəni mənim də hər iki tərəfdən bu xasiyyətimə bu keçibdi bu xüsusiyyətlər. Ən çox sevdiyim xüsusiyyət mən indi telefonlar var, düzdürmü? Təbii ki, əvvəl də var idi, amma indi daha çox istifadə edirəm. Mən dərhal cavab verirəm telefona. Deyirəm ki, bəlkə kiməsə mənim yardımım lazımdır. Bəlkə kimsə bu an məndən bir cavab gözləyir, bir məsləhət alacaq. Bax, o xüsusiyyətimi çox sevirəm. İnsanlar da onu çox yüksək dəyərləndiriblər və bu xüsusiyyətimin, xasiyyətimin nəticəsində mən çox insanlara kömək edə bilmişəm. Rekord sayda müsahibə vermişəm. Amma müsahibələrimin 90%-i dəb haqqında olub. Şəxsi həyatınız haqqında demək olar ki, heç kim heç nə bilmir. Və insanlar başlayırlar sizin haqqınızda sanki əfsanələr uydurmağa, miflər yaratmağa. Biz bu gün o barədə də danışacağıq da, o miflər haqqında. Danışaq, əslində o haqda da danışaq. Bəli, niyə məsəl üçün daha çox peşəkar müsahibələr vermişəm? Ona görə ki, bilirsiniz, paylaşılmayan bilgi onun sahibinə də fayda verməz. Mən mütləq paylaşmalıyam bilgilərimdən. Ona görə müsahibə verirəm, ona görə dərs deyirəm, ona görə çoxlu sayda tələbələrim var, ona görə mənə hər ünvanlanan suala cavab verirəm. Ona görə ki, mənim hər cavabımda bir informasiya var. Və o informasiya insanlara lazımdır. Mən bir ötürücü kimi, bir missiya sahibi kimi mən mütləq danışmalıyam. Amma digər məsələlər, bəli, mən danışmadığım qədər başqaları danışır və uydururlar, yəni yalanlar danışırlar. Fəxriyə xanım, mən hər zaman sizin ağzınızı çəkiləndə deyirəm ki, sevgi dolu bir qadın. O qadın sevgi ilə əhatəlidir. Nə gözəl. Ümumiyyətlə maraqlıdır. Fəxriyə Xələfova üçün sevgi nədir? Mən bu haqda az düşünürəm. Səmimi deyim ki, vaxtım yoxdur. Daha çox siz deyirsiniz ki, sevgi qazanmaq. Mən bilirəm ki, mən milyonlarla insanların sevgisini qazanmışam. Burada təkcə, yəni ki, mən bölməyəcəm də indi. Mən bunu deyəcəm ki, tamaşaçı sevgisi, Azərbaycan xalqının sevgisi, hansı ki məni görür, bunları etiraf edir və bu haqda mən o qədər çox öz ünvanıma, yəni etiraflar eşitmişəm ki, yəni onlardan artıq onları eşidəndə mən biraz aid eləyə bilmirəm. Bu necə sevgidir? Bu mənim obrazıma sevgidir, mənim aurama sevgidir, ya mənim öz şəxsimə sevgidir. Ona görə ki, onlar hamısı ayrı-ayrı fəxriyyələrdir. Yəni 3-4 dənə, bəlkə daha çox fəxriyyə var. Biri mən özüməm, biri insanların məni necə görürlər, eləyəm. Biri bəlkə də bəli, o dedikoduların və şayiələrin nəticəsində formalaşan bəlkə bir fikirlərdir, ola bilər, amma onlar çox azdır faiz etibarı ilə. Mən çox fərqli fəxriyyələrəm və necə bilmirəm, insanlar mənəmi bəlkə də
mənim özümə ya obrazıma mı, ya haqqımda deyilən məsəl üçün informasiyamı münasibət göstərirlər. Bax bu çox çətindir mənim üçün. Fəxriyə xanım, bayaq siz bir söz dediniz. Dediniz ki, mənim yaradıcılığımın əvvəlində çətin və uzun bir yol keçdi. Bəli. Amma insana elə gəlir ki, sizin üçün hansısa bir işə başlamaq çox asan olar. Çünki siz elə bir ailənin övladı olmusunuz və elə bir şəxsiyyətin, elə bir dahi şəxsiyyətin bacısısınız ki, düşünəndə ki, Heydər Əliyev Ulu Öndərin bacısı qızı, adam elə gəlir ki, bütün qapıları onun üzünə açıq olmalı idi. Elə gəlir, düzdür. Elə idimi, yoxsa? Razıyam sizlə. Bilirsiniz necə, mən bu suala bir neçə mərhələli bir cavab verim. Birinci, siz bəli, bu faktı səsləndirdiniz. Yenə də deyirəm, bəlkə kimsə bu faktı bilməyə bilər. Ona görə ki, yeni nəsil yetişir, tamaşaçı auditoriyası dəyişir. Bəli, bu elədir. Mən Ulu Öndərin, Heydər Əliyevin kiçik bacısı Rəfiqə xanım Əliyevanın qızıyam. Anam böyük alim idi, Rəfiqə xanım akademik alim idi. Analitik kimya üzrə yeganə dünyada qadın akademikdir. Və bu ailədə boya başa çatmaq, formalaşmaq təbii ki, böyük bir ayrıcalıqdır. Kiçik yaşlarımdan mən elə mühitdə böyümüşəm ki, orada bilirsiniz, çox gözəl söhbətlər olub, çox intellektual söhbətlər olubdur, çox fərqli, məsəl üçün, yerləri görmüşük, çox gözəl belə görüşlər olubdur. Onların hamısının təsiri olub. Mən bu haqda müsahibələrimi vermişəm. Bəli, valideynlərim və Ulu Öndərin ailəsi. Onlarla bir yerdə olmaq, hansısa bir tədbirlərdə iştirak etmək, bu böyük bir məktəbdir. Bu keçdiyim yolun çox məncə unudulmaz bir hissəsidir, o xatirələrdir. Ulu Öndərlə görüşlərdir və artıq mən moda haqqında düşünməyə başlayanda elə oldu ki, yəni mən bu fikrə gəldim, amma eyni zamanda Ulu Öndərlə görüşlərin birində, ailəvi görüşlərin birində o hər zaman gənclərdən soruşardı. Siz nə ilə məşğul olmaq istəyirsiniz? Necə oxuyursunuz? Danışın mənə. Çox diqqətçil idi. Məndən soruşdu. Mən də artıq axı fikir formalaşmışdı məndə. Mən də dedim, mən dəblə, moda ilə məşğul olmaq istəyirdim. Bilirsiniz, Ulu Öndərin çox gözəl xasiyyəti var idi. O, təbii ki, söhbət yaradıcılıqdan gedirsə, təkcə mənim timsalımda deyil, o yüzlərcə yaradıcı insana dəstək olub, yol açıbdı onlara motivasiya verib, təkan verib, dəstəkləyib, lazım olsa qoruyubdu, lazım olsa küsülü olanları, yaradıcı insanları barışdırıb, əlindən gələni eləyib ki, Azərbaycanın incəsənəti çox gözəl şəkildə inkişaf etsin. Və mən deyəndə ki, mən dəblə, moda ilə məşğul olmaq istəyirəm, onun cavabı belə idi. Moda, biraz düşündüm, moda çox maraqlıdır və 3 nöqtə. Yəni, artıq cümlənin dalı gəlmədi. Yəni, o zamana buraxdı. Nə hə dedi, nə yox dedi. Sadəcə dedi ki, moda çox maraqlıdır və şərh eləmədi. İllər keçəndən sonra mən bunu o qədər yüksək qiymətləndirirəm. Ona görə ki, onun hər sözü təsir edə bilərdi mənim gələcək düşüncələrimə. O düşüncələrini sadəcə dilə gətirdi ki, moda çox maraqlıdır. Zaman keçdi, mən moda ilə məşğul olmağa başladım, uğurlarımı qazandım və elə oldu ki, artıq Ulu Öndərlə mənim rəsmi görüşüm oldu. Mən ilk beynəlxalq moda festivalı təşkil eləmişdim. Dünyaca məşhur modelyer Valentin Yudaşkini dəvət etmişdim. Yəni, bu mənim beynəlxalq layihəmdir. Mən artıq layihələrə start vermişdim. Və elə oldu ki, Ulu Öndər mənlə Valentin Yudaşkinlə görüşmək istədi. Onun ənənəvi görüşləri var idi.
Azərbaycana gələn böyük, yəni ki, incəsənət xadimləri ilə, hətta onun estrada ulduzları ilə də görüşləri olub, dünyaca məşhur idmançılarla olubdu. O bu baxımdan çox bilirsiniz, diqqətçil idi. Öz ölkəsini hər zaman tanıtmaq istəyirdi, hər istiqamətdə və bizim görüşümüz rəsmi qaydadaydı, prezident sarayındaydı. Mən çox gənc idim. Mən onda anladım ki, bu necə böyük bir məsuliyyətdir və bu artıq televiziya vasitəsilə göstərildi. Xəbər olaraq milyonlarca tamaşaçı buna baxdı. Mən bilirsiniz, stilim haqqında o vaxtı çox fikirləşdim. Öz şəxsi stilim haqqında. Bunu ilk dəfədir danışıram. Bəli. Öz şəxsi stilim, mən onda anladım ki, bu bir tarixdir. Bu tarixi bir andır. Bu fotoda olacaq, videoda olacaq. Bu arxivdə qalacaq. Mən necə görsənməliyəm? Çox gənc idim və modelyer idim. Mənim məsəl üçün ola bilərdi ki, mən istəyim elə ola bilərdi ki, mən çox fərqli görsənim. Amma mən o vaxtı dedim, mən ancaq və ancaq klassik geyimdə olmalıyam. Bu çox gözəl rəngdə olan bir geyim olmalıdır. Mənim saç düzümüm çox səliqəli toplanmalıdır. Məndə mütləq mirvari olmalıdır. Çox klassik bir obraz yaratdım və düşündüm ki, bəli, mən bu obrazda məhz tarixdə qala bilərəm. Yəni bu çox önəmlidir. Zaman keçdi. O illərdən, o 2000-ci il idi. 26 il keçir, düşünün. Amma yenə də o fotolara baxanda orada Ulu Öndərimiz də çox elegantdır. Mən də çox elegant görsənirəm. Valentin Yudaşkin çox xoşbaxt görsənirdi. Onun üçün o görüş çox vacib idi. Fəxriyə xanım, Ulu Öndərlə ünsiyyətdə bacı qızı dayı obrazı yaranırdı aranızda, yoxsa rəsmən Ulu Öndər və bir Azərbaycan vətəndaşı? Mən belə cavab verə bilərəm ki, Ulu Öndər haqqında çoxlu sayda insanlar xatirələr danışır, onunla görüşən insanlar təbii ki. Onu tanıyan insanlar, onunla ünsiyyətdə olan insanlar. Son doğması olmusunuz. Bəli, mən doğması olmuşam. Amma mən çox da fərqi görməmişəm. Mən bunu yəni canlı şahid kimi deyə bilərəm. O insanlara ümumiyyətcə çox diqqətlə yanaşırdı, çox ürəklə yanaşırdı. Məsəl üçün mən digər incəsənət xadimlərinin xatirələrini görürəm, televiziya filmlərinə baxıram və öz təəssüratlarımı müqayisə edirəm və görürəm ki, o fərq qoymurdu. Onun üçün hər Azərbaycanlı doğma idi. Mən təbii ki, anama, Rəfiqə xanıma çox oxşayıram. Bunu mənə deyiblər. Kənardan müşahidə edirlər, deyildirlər və anam isə deyirdi ki, sən bizim anamıza çox oxşayırsan, İzzət xanıma. Yəni, oxşarlıq var istər-istəməz. Zahiri varsa, demək ki, daxili oxşarlıq var və mən də fotolara baxanda, bəli, İzzət xanımla oxşarlığımı görürəm. Və məsəl üçün, anam danışırdı ki, İzzət xanım kəlağayıların arasına reyhan qoyarmış. Çox maraqlıdır, düzdürmü? Bəli. Ki, kəlağaydan gözəl qoxu gəlsin. Axı o vaxt qoxular, parfüm yox idi. Bəli. Çox incə xanım olardı. Anam da çox zərif incə xanım idi. Yəni, təbii ki, çətin illər idi o vaxt, amma zövqlə geyinərdilər. Məsəl üçün, arxiv fotoları var və orada görsənir ki, ailə necə zövqlə geyinibdir. Məsəl üçün, Ulu Öndərin özü, anam, rəhmətlik İzzət xanım, dayılarım, hamısı zövqlə geyinərdilər. Yəni, bu sarıdan mənə bu pay da mənə də keçibdir. Amma digər xüsusiyyətlərimdən danışmağa başlasam, bu uzun çəkər. Müsahibələrinizin birində bir fikir səsləndirmişsiniz ki, tikdiyiniz bütün geyimlər öz ölçülərinizə uyğun hazırlanır. Bəli. Nə yaxşı siz bu faktı oxumusunuz. Bəli. Əslində mənim proqramda demişsiniz bunu illər öncə. Bəli. Yadıma düşdü. Bəli. Hətta demişdiniz ki, içəridən müəyyən bir qədər qoyulur ki, mən istəyən vaxt onu istədiyim
cür düzəldə bilim. Bəli, elədir. Yenə də həmin adət-ənənə ilə gedirsiniz? Gedirəm. Bilirsiniz niyə görə? Gedirəm. Ona görə ki, ölçülərim demək olar ki, dəyişmir. Mənim məsəl üçün öz ölçülərim illər keçir, amma mənim ölçülərim dəyişmir. Ümumiyyətlə eyni tip qalmaq, Fəxriyə xanım. Bunun sirri necədir? Bəlkə bu gün bölüşəsiniz. Bax necə eləyirsiniz ki, eyni Fəxriyə Xələfiovasınız. Heç dəyişmirsiniz. Bəli. Yəni bu həm zahiri görkəm, həm çəki, həm görüntü, həm xasiyyət. Biz heç vaxt bir başqa Fəxriyə Xələfova baxdınızsa mən fəxriyələr oluram, amma mən deyərdim ki, biz bir dənə Fəxriyə Xələfova tanıyırıq. Nə yaxşı. Və illər uzundur da o Fəxriyə Xələfova bizim gözümüzdədir. Bəli. Bilirsiniz necə? Mən illər əvvəl fəaliyyətə başlayanda mən təbii ki, öz stilimi yaratdım axı. Bu mənim öz stilim idi. O vaxt dəb başqa cür idi. Mən dəbə yeniliklər gətirdim. Mən öz stilim, öz üslubumu təqdim etdim və o vaxta görə o üslub çox fərqli idi. Həm kolleksiyalarımdan, həm öz görünüşümdən. Mənim arxiv kadrlarım bu gün çox, mən özüm onları maraqla izləyirəm. Mən arxiv kadrlarımı o qədər sevirəm. Mən arxiv fotolarımı o qədər sevirəm. Ona görə ki, onlarda məsəl üçün mən çox gözəl görsənirəm. Mənim məsəl üçün heç bir fotomu bugün gizlətməyə ehtiyacım yoxdur. Əksinə mən o fotoları bugün yayımlayıram ki, deyirəm ki, görün mən necə idim də. Yəni bu birincisi o vaxta görə mən dəblə məşğul olmağa başladım və jurnalların üz qabığında məni çap eləyirdilər. O jurnallar böyük tirajla satılırdı. Mənim məsəl üçün çıxışlarıma çox hər kəs maraqla baxırdı. Ona görə ki, mənim o vaxta görə elə bir stilim var idi ki, o stil bizdə hələ yox idi. Fəxriyə xanım, yenə razılaşaq ki, sizi sevənlərin gözündə, hətta sevməyənlərin gözündə bir Fəxriyə Xələfova mifi var. Yəni bir Fəxriyə Xələfova obrazı var ki, onun haqqında illərdir. Uydururlar nələrsə, dedikodular olur. Hətta nağıllar, əfsanələr yaradırlar. Hər kəs bir söz deyir Fəxriyə Xələfova haqqında. Bugün gəlin biraz sizin haqqınızda danışılanlara açıqlama verək icazənizlə. Mənə maraqlıdır, Fəxriyə Xələfova evdə necə xanımdır? Deyirlər ki, Fəxriyə Xələfova evdə iş görmür. Yemək bişirə bilmir. Düz deyirlərmi? Yoxsa? Yox, hansı mənada düzdür, amma mən bu haqda müsahibələr vermişəm. Ona görə ki, məni çox yaxından çox adam tanımır, yəni görə bilməz. Yəni çox məhdud sayda. Mən o haqda özüm danışmışam, müsahibələr vermişəm. Mən bilirsiniz 20 yaşından işləyirəm. Mən 20 yaşından iş fəaliyyətimə başlamışam. Və bu necə olubdu? Mən Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişəm. Modadan əvvəlki təhsilim bioloqdur, bəli, psixoloq, neyrofizioloq və mən qırmızı diplomla bitirdim Bakı Dövlət Universitetini. Sənədlərimi aspiranturaya verməli idim, ona görə ki, qırmızı diplomla bitirmişdim və qaydaları öyrəndim. Orada qiyabi təhsil var və əyani təhsil var. Mən Rəfiqə xanıma oradan zəng elədim. O vaxt ancaq belə şəhər telefonları var idi. Dedim, Rəfiqə xanım, belə bir variantlar var. Mən hansına sənədlərimi verim? Dedi ki, qiyabiyə. Dedim, niyə qiyabiyə? Ona görə ki, get işlə. Bax, belə cavab aldım Rəfiqə xanımdan. Dedim, işləyim. Deyir, bəli, get qiyabiyə ver ki, sən işə başla. İşləməlisən, maaşın olmalıdır. Sizin haqqınızda yaranan miflərdən də biri odur ki, deyirlər ki, Fəxriyə xanımın Azərbaycanın hər yerində villaları var. Var dövləti, evləri, sayı hesabı yoxdur. Bu nə qədər düzdür? Nail, mən eşitdiklərimi deyim özüm. Yəni ki, eşitdiklərimin arasında bunu təzə eşitmişəm ki, Vişnyovkada bağım var. Mən çox istəyərdim. Eşitmişəm ki, çox gözəl yerdir, amma olmamışam. Bir dəfə də olmamışam.
Orada yolum keçməyib oradan. Yəni yolunu belə tanımıram, amma Hətta Qubada da deyirlər. hə, Qubada olmuşam. Amma oteldə olmuşam. Məsəl üçün istirahət mərkəzlərində orada çox yaxşı tanışlarım var. Onlar da təsdiq edə bilərlər ki, mən gələndə orada oteldə qalıram. Nə Qubada, nə Vişnyovkada. Nə də Azərbaycanın başqa bir yerində. Yoxdur. Mənim bilirsiniz Şuşada evimiz var. Bizim Şuşada evimiz var. Onu təsdiqləyə bilərəm. Bir də bu bəy evidir. Bu 18-ci əsrin sonunda 19-cu Olmusunuzmu? Bəli. Əsrin əvvəlində tikilən bəy mülkü idi. Bəli, təbii ki, möhtəşəm qalibiyyətimizdən sonra yəni mən Şuşaya dərhal yollandım. Hələ Zəfər yolu tam tikilməmişdi. Yəni ürəyim dözmədi. Mütləq Şuşanı görmək istəyirdim. Ona görə ki, sonuncu dəfə Şuşada 1986-cı ildə olmuşduq. Evi tapdım, evi gördüm. Çox təəssüflər olsun ki, artıq ev dağılmışdı. Amma yenə də gördüm, nə qalmışdısa onu gördüm. Bayaq qeyd elədim ki, sizin haqqınızda Bəli. yaranan miflər, yaranan uydurmalar mı deyək, dedikodular mı deyək, o böyük yalanlar. Hardasa mən başa düşürəm siz nəyi nəzərdə tutursunuz. Peki bugün ona da açıqlama verək və bağlayaq söhbəti bir dəfəlik. Olar. Yəni düzdür, məşhurlar, tanınmış insanlar haqqında miflər, rəvayətlər, uydurmalar, dedikodular həmişə olubdu. Orta əsrlərdə də olubdu. Bu romanlarda da öz əksini tapıb, filmlərdə də öz əksini tapıb. Məndən də bu yan keçməyib. Çox təəssüflər olsun deyirəm. Gəlin belə eləyək. Gəlin bir daha da sizlə görüşək. Biz onsuz da ki mütəmadi görüşürük sizlə. Və bir daha da görüşəndə bu dedikodunun yəni necə yaranmasından, necə olmasından danışaq. Amma tamaşaçılarımız yəqin bilmək istəyər ki, söhbət nədən gedir, düzdürmü? Bəli. Söhbət ondan gedir ki, bəli, məsəl üçün bu uzun illərdə artıq eşidirəm, mənə qulağıma çatır, soruşurlar məndən ki, mənim adımın yanında bir başqa insanın adı çəkilir. Bu tamamilə yalandır. Mən də eşidirəm, soruşurlar məndən, yaxınlarımdan soruşurlar. Yəni ya da ki, bilmirəm, belə bir-birinə ötürürlər o məlumatı və bu uzun illərin söhbətidir. Mən vaxtda heç vaxt açıqlama verməmişəm. İlk dəfə açıqlama verdiniz ki, Fəxriyə Xələfova ilə o dövlət məmuru arasında heç bir ailə falan olmayıb. Yox, bu tamamilə yalan məlumatdır. Yəni mənim üçün ümumiyyətcə bu məlumatın yəni özlüyündə belə o formada olmağı çox təəccüblü gəlir. Çox bilirsiniz, mənə uyğun olmayan bir söhbətdir bu. Nə xarakterimə, nə həyat tərzimə, nə keçdiyim həyat yoluma uyğun deyil bu söhbətlər. Amma Nailə, mən düşünürəm ki, biz sizlə bir daha da görüşəcəyik, mən buna əminəm. Layihələrimiz çox maraqlıdır. Onda mən düşünürəm ki, mən daha ətraflı danışaram bu haqda. Yəni öz bildiklərimin mən araşdırmanı təqdim edərəm. Necə yaranıb, niyə yaranıb? Kim tərəfindən yaranıbdı, nəyə görə? Mənə elə gəlir ki, mən nəyisə araşdırmışam. Özlüyümdə araşdırmışam. Onu gələn dəfə danışarıq. Təşəkkür edirik sizə Fəxriyə xanım. Çox sağ olun. Gəldiniz, maraqlı açıqlamalar verdiniz. Çox sağ olun. Mən hər zaman məmnuniyyətlə hansı layihələrimiz olubdu, hansı çəkilişlərimiz olubdu, mən orada həmişə varam. İnşallah da belə olacaqdır və bu yaratdığınız fürsətə görə də mən təşəkkürümü bildirirəm. Bəli, mən düşünürəm ki,
bir çox məsələlər haqqında, bir çox mövzular haqqında danışmaq lazımdır. Bəlkə indi vaxtı gəlibdir, bəlkə zamanı indidir, ola bilər ki, belədir. Və mən bu fürsətdən istifadə edərək mən tamaşaçılara təşəkkürümü bildirmək istəyirəm. Bu gün sosial media vasitəsilə mənə çox gözəl sözlər yazan insanlara, ruh verən insanlara, tərifləyən insanlara təşəkkürümü bildirmək istəyirəm ki, onlar gözəl sözləri yazırlar və mən onu da qeyd eləmək istəyirəm ki, mən indiyə qədər heç bir mənfi rəylə rastlaşmamışam. Görün mən nə xoşbəxt insanam. Mən özümü çox xoşbəxt insan sayıram ki, tamaşaçı auditoriya mənə bu qədər xoş münasibət bəsləyir. Mən bilirsiniz bundan o qədər razıyam. Mən özümü o qədər bilirəm, bilirsiniz necə xoşbəxt insan sayıram ki, mən nəyisə oxuyub belə pərişan olmamışam indiyə qədər. Nəyisə oxuyub belə bilirsiniz dərhal onu silməmişəm. Belə bir fakt olmayıbdı. Amma mən də öz tərəfimdən hər zaman çox məsuliyyətli olmuşam. Çalışmışam ki, hər zaman tamaşaçı auditoriyasına, mənim pərəstişkarlarıma, tələbələrimə, hər kəsə əlimdən gələni eləyəm ki, onlar razı qalsınlar məndən. Təşəkkür edirik. Çox sağ olun.